Əgər özünüz nə vaxtsa bir AI agenti qurmağa çalışmısınızsa, bilirsiniz ki, bu nə qədər əziyyətli işdir. Agentin iş dövrünü özünüz yazmalısınız. Kodun icra olunacağı təhlükəsiz mühiti özünüz qurmalısınız. Agentin istifadə edəcəyi alətlərin istifadəsini özünüz düşünməlisiniz. Sonra hər şeyi qoşursunuz və birdən agentiniz çökür və bütün işlər itir. Anthropic bu problemi Cloud Managed Agents vasitəsilə kökündən həll etdi. Bundan sonra infrastrukturla yox, sadəcə öz ideyanızla məşğul olursunuz. Gəlin əvvəlcə bir AI agenti adi yolla qurmaq üçün nə lazımdır, ona baxaq. Birincisi, agent loop lazımdır. Bu nədir? Cloud-a tapşırıq göndərirsiniz. O sizə məsələn deyir ki, filan aləti işə sal. Siz də həmin aləti işə salırsınız. Həmin alətin nəticəsini cloud-a göndərirsiniz və bu dövr iş bitənə qədər təkrarlanır. Bütün bu dövrü özünüz kodlamalısınız. İkincisi, sandbox-a ehtiyacımız var. Yəni, agentin kodu icra edə bilməsi üçün təcrid olunmuş təhlükəsiz mühit. Bir növ ayrıca kompüter də deyə bilərik. Agent orada nə etsə, sizin əsas sisteminizə zərər gəlmir. Bunu da özünüz qurmalısınız. Üçüncüsü, yaddaş problemi. Agent saatlarla işlədikdə kontekst pəncərəsi dolur. Yəni, modelin yaddaşı dolur. Bəs bu zaman nə etməliyik? Bunun da həllini siz fikirləşib tapmalısınız. Dördüncüsü, təhlükəsizlik. Agentə GitHub tokeni, API açarları lazımdır. Bunu ona elə verməlisiniz ki, oğurlanmasın. Bunun hamısını sıfırdan qurmaq həftələr çəkir. Ən pisi də odur ki, bu prosesdə əsas işinizdə yox, infrastrukturla məşğul olursunuz. Bəs Cloud Managed Agents nədir? Sadə dillə desək, Anthropic deyir ki, artıq biz bu infrastrukturu qurmuşuq. Siz sadəcə agenti yaradırsınız, tapşırığı verirsiniz. Qalan hər şeyi Anthropic'in serverləri idarə edir. Belə bir agent öz başına terminal əmrlərini yerinə yetirə bilir, faylları oxuyub yaza bilir, internetdə axtarış apara bilir, MCP vasitəsilə xarici serverlərə, məsələn GitHub-a, Slack-ə qoşula bilir. İndi isə əsas məqam, əvvəlki Message API sinxron işləyir, yəni mesaj verirsiniz və oturub cavabını gözləyirsiniz. Managed Agents isə asinxron işləyir. Yəni, siz tapşırığı agentə verirsiniz və öz işinizə davam edirsiniz. Agent isə saatlarla bu tapşırığı yerinə yetirir. İş bitdikdə isə sizə bildiriş göndərir. Uzun müddətli və çox addımlı tapşırıqlar üçün Managed Agents yaxşıdır. Məsələn, siz agentinizə GitHub-dakı bütün təhlükəsizlik boşluqlarını tapmasını deyə bilərsiniz və o saatlarla işləyəcək və bu tapşırığı yerinə yetirəcək. İndi biraz dərinə gedək. Bu sistem necə işləyir? Anthropic bunu çox gözəl bir bənzətmə ilə izah edir. Burada beyin cloud modelinin özü və onu idarə edən proqram təbəqəsidir. Buna harness deyilir. Beyin düşünür, plan qurur və qərar verir. Məsələn, indi bu kodu icra etmək lazımdır. İndi bu faylı oxumaq lazımdır və s. Əllər isə sandbox-dur, yəni agentin işlədiyi virtual kompüterdir. Beynin verdiyi əmrləri fiziki olaraq yerinə yetirir. Kod icra edir, faylları yazır, internetdə araşdırır, internetə çıxır. Session isə işin gündəliyidir. Baş verən hər şey ora yazılır. Bəs beyin və əllərin ayrı olması niyə vacibdir? 3 əsas səbəbi var. Birincisi etibarlılıqdır. Təsəvvür edin, iş ortasında beyin çökdü. Bu problem deyil. Yeni beyin gəlir, sessiondakı qeydləri oxuyur və qaldığı yerdən işə davam edir. Heç nə itmir. Sandbox çöksə də eyni şeydir. Sandbox çöksə, yenisi açılır, işə davam edir. İkincisi sürətdir. Əvvəllər hər sessiya üçün sandbox öncədən hazırlanırdı. İndi yalnız lazım olanda açılır. Nəticədə ilk cavaba qədər gözləmə vaxtı orta hesabla 60% azalıb, ən pis halda isə 90%-dən çox. Üçüncüsü təhlükəsizlikdir. Sizin parollarınız və API açarlarınız sandbox-a heç vaxt daxil olmur. Agent GitHub-a kod göndərir, lakin tokeni heç vaxt görmür. Açar ayrıca qorunan ambar olan vaultda saxlanılır. Sorğular isə proxy üzərindən göndərilir. Yəni, agent aldadılsa belə açarı oğurlamaq mümkün deyil. Managed Agents-da əsas 4 anlayış var. Gəlin bunu sizə sadə dillə izah edim. Agent işçinin CV-si kimidir, hansı modeldən istifadə edir, hansı təlimatlarla işləyir, hansı alətləri var. Bir dəfə yaradırsınız və davamlı olaraq istifadə edə bilirsiniz. Environment, mühit, iş yeridir. Agent harda işləyəcək? Ya Anthropic'in bulut serverlərində, ya da öz serverlərinizdə. Session isə konkret bir tapşırıq üzrə iş seansıdır. Hər session öz müstəqil konteksti ilə işləyir. Eventslər isə sizinlə agent arasında olan yazışmalardır. Məsələn, siz agentə mesaj göndərsiniz, agent isə sizə cavab yazır.
Gördüyünüz kimi bu anlayışlar sadədir, lakin arxasında mürəkkəb infrastruktur dayanır. Lakin siz görmürsünüz. Məqsəd də elə budur. Bu qədər nəzəriyyə bəsdir. Gəlin bunu canlı görək. Ən gözəli isə budur ki, ilk agenti qurmaq üçün kod yazmağınıza ehtiyac yoxdur. Hər şeyi Cloud Console-da vizual şəkildə edəcəyik. Cloud Console-a daxil olmaq üçün bu linkə daxil olursunuz. Onu da qeyd edim ki, agent yaratmaq üçün balansınızda minimum $5 balans olmalıdır. Burada agent yaratmaq üçün Build and Agent-a klikləyə bilərik və ya Managed Agents bölməsindən Quick Start-a klikləyə bilərik. Biz burada sağ paneldə hazır agent şablonlarını görürük. Bu şablonlardan istifadə edə bilərik və ya birbaşa chat pəncərəsinə necə bir agent istədiyimizi yaza bilərik. Mən bazar araşdırması edən agent yaratmaq istəyirəm. Belə bir prompt daxil edirəm. Qeyd edirəm ki, rəqib məhsulların qiymətlərini analiz etsin və mənim məhsulumla müqayisə etsin və strukturlaşdırılmış hesabat hazırlasın. Və agent burada özü konfiqurasiya faylını hazırlayır. Agentin adını, təsvirini, modelini, sistem promptunu və istifadə edəcəyi alətləri özü avtomatik olaraq hazırlayır. Burada agent toolset sətrinə diqqət edin. Bu sətr vasitəsilə terminal, fayl əməliyyatlarını yerinə yetirə bilərsiniz. Həmçinin web axtarış da bu sətr vasitəsilə aktiv olur. Siz bu config faylını əl ilə redaktə edə bilərsiniz. Yuxarıda bu config faylını JSON formasında da görə bilərsiniz. Create this agent deyirik. Bir də diqqət edin ki, burada agent API sorğusunu göstərir. Yəni söhbət ilə kodu hazırlayır. Daha sonra next configure environment deyirik. Mühit üçün əvvəlki yaratdığımız mühitləri istifadə edə bilərik və ya yeni bir mühit yarada bilərik. Agentin istənilən veb sayta daxil ola bilməsi üçün mühitin məhdudiyyətsiz şəbəkə icazəsinə ehtiyacı var. Start session deyirik. Test etmək üçün test run deyirik. Sağda test paneli açılır. Belə bir prompt yazıram ki, onlayn mağazalardakı Sony qulaqlıqlarının qiymətlərini araşdırsın və bizim mövcud qiymətimizlə müqayisə etsin və hesabat hazırlasın. Sağ paneldə debug görünüşündə event streami canlı olaraq izləyə bilirik. Burada xəta ilə qarşılaşırıq. Web fetch error will not allow. Bu deməkdir ki, agentimiz həmin veb sayta daxil ola bilmir. Bu kimi problemləri də chatbotla yazışaraq həll edə bilərsiniz. Həmin erroru chatbot pəncərəsində qeyd edərək problemi tapmağını istəyə bilərsiniz və problem həll olundu. Burada sessiyanı görmək üçün View Session deyirik və sağ paneldə agentin hazırladığı müqayisə hesabatını görə bilərsiniz. İnternetdə real qiymətləri tapdı, müqayisə etdim, ucuz satan rəqibləri qeyd etdim və hətta qiymət tövsiyə etdim. Mən isə bir sətr belə kod yazmadım, sadəcə tapşırıq verdim. Bu agenti kodda da istifadə edə bilərik. Necə? Gəlin buna baxaq. Konsol prototip üçün əladır, amma real tətbiqdə bunu kodla idarə edəcəksiniz. Ən gözəli isə konsolun son addımı olan integrate bu kodu bizə hazır verir. Bu kodu istənilən redaktorda istifadə edə bilərsiniz. Mən anti-graffitidən istifadə edəcəm. Daha sonra integrate-i klikləyirik. İlk öncə kompüterimizdə price monitor folderi və faylı yaradırıq. Burada biz Python kodunu seçirik. Kopyalayırıq kodu və bu faylı əlavə edirik. Daha sonra faylı yadda saxladıqdan sonra bu əmrləri ardıcıl olaraq terminalda yerinə yetiririk. Bu əmr üçün API key lazımdır. Bunun üçün Cloud Console-da API keys bölməsi var. Siz burada yeni API açar yarada bilərsiniz. Daha sonra bu faylı işə salırıq. Gəlin nəticəyə baxaq. Agent öz interneti axtardı. Qiymətləri özü müqayisə etdi. Hesabatı özü yazdı. Bundan əlavə istəsəniz agenti və mühiti tamamilə kod ilə yaza bilərsiniz. Yəni konsolu açmağa heç ehtiyac yoxdur. Konsol və API eyni resursun fərqli görünüşüdür. Demo bitdi. Amma getməzdən əvvəl gəlin sol panelə baxaq. Çünki Managed Agents-in əsl gücü burada görünür. Agents bölməsində yaratdığınız bütün agentləri görə bilərsiniz. Hər agentin modeli, statusu və versiyaları burada qeyd olunur. Agenti bir dəfə qurursunuz,
komandada hər kəs istifadə edir. Sessions hissəsində isə bütün iş seansları qeyd olunur. Bura Manage Agents'ın qara qutusudur. İstənilən sessiyaya klikləyərək agentin hər addımını görə bilərsiniz. Hansı aləti nə vaxt çağırıb, nə nəticə alıb və s. Əgər bir şey səhv gedibsə, səbəbini burada tapa bilərsiniz. Debug üçün yaxşıdır. Environment bölməsində isə agentlərin işlədiyi sandbox şablonları yerləşir. Yadınızdadsa biz bunlara əllər demişdik. Bax, onlar burada yaşayırlar. Credentials Vault bölməsində isə agentin istifadə etdiyim açarların qorunan anbarıdır. Tokenlər burada saxlanılır. Yadınızdadırsa demişdim ki, agentlər token heç vaxt görmür. Məsələn, Notion'a qoşulmaq üçün açarı bura qoyursunuz. Agent isə yalnız proxy üzərindən istifadə edir. Memory Stores bölməsi agentlər üçün qalıcı yaddaş burada yerləşir. Adi halda hər session sıfırdan başlayır. Memory Store ilə agent sessiyalar arasında öyrəndiklərini saxlayır. Məsələn, qiymət monitoru agentimiz keçən həftəki qiymətləri xatırlayıb trend göstərə bilər. Analytics bölməsi isə istifadə, xərc, rate limit statistikasından ibarətdir. Agentlərinizin nə qədər xərclədiyini buradan izləyirsiniz və buradan deployment hissəsində isə siz agentinizi avtomatik olaraq cədvələ uyğun olaraq işə sala bilərsiniz. Burada agentin adını yazırıq, agentimizi seçirik, agentin tapşırığını qeyd edirik, mühiti. Buradan ehtiyac varsa, buradan Credentials Vault'un Memory Stores'u seçə bilərik. Trigger bölməsində agentin işə düşəcəyi vaxtı təyin edirik və Create deyirik. Managed Agents'ın ən güclü xüsusiyyətlərindən biri multi-agent, yəni çox agentli sistemlərdir. Təsəvvür edin, bir komanda rəhbəri var və onun tabeliyində çoxlu mütəxəssislər işləyir. Burada da eynidir. Koordinator agenti tapşırığı qəbul edir və hissələrə bölür. Code Reviewer agenti kodu yoxlayır. Test yazan agentlər isə testlər hazırlayır. Sənədləşdirici agent isə readme faylı yazır. Ən gözəli isə budur ki, agentlər paralel işləyir, yəni bir-birini gözləmirlər. Koordinator agenti hamısını əlaqələndirir və sonda nəticələri birləşdirir. Hər agent öz yaddaşını saxlayır. Koordinator Reviewer'a ikinci dəfə mesaj göndərəndə Reviewer agentimiz əvvəlki söhbəti xatırlayır. Eyni zamanda hamısı ortaq sandbox-u və fayl sistemini paylaşır. Yəni biri bir fayl yazır, digər agentimiz isə onu oxuya bilir. Bir vacib məqamı da qeyd edim ki, multi-agent funksiyası hal-hazırda Research Preview'dadır. Yəni bu funksiyadan istifadə etmək üçün Anthropic'in saytındakı formula qeydiyyatdan keçmək lazımdır. Bəs bu texnologiyalar real həyatda harada istifadə olunur? Birincisi maliyyə xidmətləridir. Şirkətlər agentlərdən maliyyə hesabatlarını analiz etmək, risk qiymətləndirməsi aparmaq, tənzimləyici sənədlər hazırlamaq üçün istifadə edirlər. Digəri proqram təminatıdır. Böyük kod bazalarını yoxlamaq, refactoring etmək, testlər hazırlamaq üçün istifadə edirlər. Tədqiqat, çoxlu mənbələrdən paralel məlumatlar toplayıb ümumiləşdirmək, müştəri xidməti, uzunmüddətli müştəri sorğularını izləmək, cavablandırmaq, lazım olduqda yuxarı instansiya ötürmək üçün istifadə oluna bilər və bunlar nəzəri ssenarilər deyil, real şirkətlərdə istifadə olunan hallardır. Gəlin yekunlaşdıraq. Biz bu videoda Cloud Managed Agents'in nə olduğunu, onun 4 əsas anlayışını, əsas konsepsiyalarını öyrəndik. Həm Cloud konsolda, həm də kod olaraq real nümunəyə baxdıq. Çox agentli sistemləri öyrəndik. Əgər video faydalı oldusa, bəyənib şərh yazmağı və paylaşmağı unutmayın. Əgər suallarınız varsa, şərhlərdə yazarsınız, onları cavablandırmağa çalışacağam. Təşəkkürlər. Görüşənədək.